smart qaz sayğaclarının balansını artırmaq olmur. Yəni onun üçün verilmiş xüsusi kartlarda hansı ödəniş terminalına yaxınlaşırsan, heç birində ödəniş edərək onun balansını artırmaq mümkün deyil. Mən şəxsən bu gün 4-5 məntəqədə və ayrı-ayrı yerdə ayrı-ayrı ödəniş terminallarında qaz kartının balansını artırmaq istəmişəm, amma bütün cəhdlərim nəticə verməyib və kartın balansını artırmaq mümkün olmayıb. Bir neçə cəhd edirsən, əməliyyatda səhv yazır. Ekranda, monitorda belə bir deməli söz yazılır ki, əməliyyatda səhv. Bəzi terminallar ümumiyyətlə mümkün deyil, bəzilərində cəhd edirsən, deməli monitorda əməliyyatda səhv sözü yazır və onunla da bitir. Bu məsələyə nəzarət edən hansısa qurumun, hansısa ayrı-ayrı şəxslərin ucbatından, səhlənkarlığı, məsuliyyətliyi ucbatından, məsuliyyətsizliyi ucbatından insanlar çox çətin vəziyyətlərdir. Elə bildim ki, tək bizim deməli sayğacın kartına balans yükləmək olmur, amma baxıram ki, sosial şəbəkələrdə artıq bu məsələ geniş yayılır, videolar yayılır, görüntülər yayılır və yaxud deməli paylaşımlar edilir. Beləliklə görünür ki, ölkə üzrə bütövlükdə smart qaz sayğaclarına deməli vəsait yükləmək olmur. Bəs Azəriqaz və yaxud terminallardan deməli səbəb terminal olduğunu mən düşünmürəm. Çünki ayrı-ayrı şirkətlərə məxsus terminallara mən müraciət eləmişəm, heç birində alınmayıb. Görünür, Azəriqazın bu ödəmə terminalında, yəni sırf o sistemindəndir problem.